Teşekkür ederim zaman ayırdığınız için. İşgal altındaki topraklarınızdan ne kadarı geri alındı bugüne kadar? Harekat şu anda ne aşamada ve planladığınız çerçevede gidiyor mu? Evet, her şey plan üzere gelir ve bugüne kadar bütün karşımızda duran vazifeler icra edilmiştir. Azerbaycan ordusu uğurla irəliyə gedir. Birçok yaşayış məntəqələri, bir şəhər, birkaç köy işğaldan azad edildi və müxtəlif istiqamətlərdə hal-hazırda şiddətli döyüşlər gedir. Bildiyiniz kimi dünən Cəbrayıl şəhəri işğaldan azad edildi və Cəbrayıl rayonunun birkaç köyü də işğaldan azad edildi. Ümid edirəm ki, bundan sonra da Azərbaycan ordusu öz missiyasını uğurla icra edəcək və Azərbaycanın torpaq bütövlüyü bərpa ediləcək. Bizim əsas məqsədimiz bundan ibarətdir. Bu məqsəd tarixi ədaləti sağlayacaq, eyni zamanda uluslararası qanunlara da hörmət əlaməti kimi qəbul edilməlidir. Çünki Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır və beynəlxalq hüquq baxımından da bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur. Ateşkes çağrılarına cevap verirken hiçbir ülke liderini aramadığınızı, sadece görüşmek isteyenlerle durumu değerlendirdiğinizi belirttiniz. Ermenistan Başbakanı Paşinyan'ınsa adeta yalvardığını, birçok devlet başkanını aradığını vurguladınız. Geçmiş tecrübeleriniz ışığında bu kez başka ülkelerin ateşkes çağrılarının sonuç vereceğini düşünüyor musunuz? Ateşkes müəyyən koşullarla təmin edilməlidir. Çünki bugünə qədər bizə ünvanlanan çağrışlar sadəcə ateşkesi sağlayın, müharibəyə ara verin, ondan sonra müzakirələr davam eləsin və hangi müzakirələr davam edəcək, nəyin əsasında müzakirələr davam edəcək, bu bizə deyilmir. Biz bu müzakirələrdə artıq 30 sənə yaxındır ki, iştirak edirik və ümidlərlə iştirak edirdik. Əgər ümidlərimiz olmasaydı, təbii ki, bu müzakirələrdə iştirak etməzdik. Və hər zaman mövcud olan prinsiplər əsasında müzakirələrə gedirdi və bu prinsiplərin arasında Azərbaycan torpaq bütövlüyünün bərpası məsələsi dayanmışdır. Və işğal altında olan bölgələrin qədəməli şəkildə azad edilməsi, bizə qaytarılması, ondan sonra da barışın sağlanması məsələsi söz konusuydu. Amma bugün ki, Ermənistan bütün əvvəldən bəri başdan əldə edilmiş prinsipləri pozaraq bizə qarşı yeni saldırı təşkil elədi. Təbii ki, biz əks hücum əməliyyatına keçib və öz torpaqlarımızı Azərbaycan əskərinin gücü ilə azad edirik. Ona görə sadəcə olaraq ateşkəsin sağlanması məsələsi söz konusu ola bilməz. Bizim tələblərimiz var və mən bunu artıq rəsmən bəyan eləmişəm. Bizə çox ciddi qarantiyalar verilməlidir. Uluslararası vasitəçilər bizə bu qarantiyaları təsdiq etməlidirlər. Eyni zamanda Ermənistanın işğal edilmiş torpaqlardan çıxış qrafiki, yəni cədvəli bizə verilməlidir. Hangi gündə, hangi bölgədən çıxacaq? Təbii ki, o zaman müharibə dayanacaq. Çünki biz istəyirik ki, bu məsələ barışçı yollarla çözülsün, amma çözülsün. Bəzi vasitəçilər istəyirlər ki, sadəcə olaraq ateşkəs olsun. Ateşkəs də bizdə 1994-cü ildən qüvvədədir və bu illər ərzində nədən bu məsələ çözülmədi? Nədən Birləşik Millətlər Devlətlərinin qərarları icra edilmədi? Nədən təcavüzkar dövlətə yaptırımlar təşkil edilmədi? Bütün bu sorunlar havada qalır. Bu sorunlara cavab yox. Və bugün Azərbaycanın şanlı ordusu öz uğurlu əməliyyatını keçirərkən, bizim dədə-baba torpaqlarımızı azad edərkən,
bu çağrışlar gelir ki sakın ileriye gitmeyin, ara verin. Şimdi muharibenin öz kuralları, öz kanunları var. Her günün öz əhəmiyyəti var, önemi var. Ve biz ara versək, karşı taraf toparlanacak, əlavə qüvvə yığacaq. Zaten onların çıxışlarında gösterilir ki, Ermənistanın dışında yaşayan erməniləri də onlar bu müharibəyə cəlb edirlər. Beləliklə bu müharibənin regional müstəvisindən çıxarıb global bir müharibəyə çevirmək istəyirlər. Ona görə bizim ateşkəslə bağlı sözümüz birdir. Biz buna hazırıq, amma müəyyən şərtlər, koşullar var ki, onları da mən açıqlamışam. Açıklamıyorsunuz. Garanti verilirse dediniz. Ne tür garantiden söz ediyorsunuz? Garanti birincisi, Ermənistan Başbakanı, hangisi bizim topraklarımızda bir sene bundan önce demiştir ki, Qarabağ Ermənistandır, Azərbaycan xalqından özür diləməlidir. İkinci, o deməlidir ki, Qarabağ Ermənistan deyil. Üçüncü, Azərbaycan toprak bütövlüyünə saygı göstərməlidir. Dördüncü, bəyan etməlidir ki, hangi gündə, hangi bölgədən erməni silahlı qüvvələri çıxır. Və bu sözlər Minsk qrupu eş başkanları tərəfindən təsdiq edilməlidir. O halda tabii ki ateşkəs bərpa olunacaq və beləliklə müzakirə yolu ilə bu məsələ çözüləcək və Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdacaq. Amma biz bilməliyik ki, nə zaman bu olacaq? Çünki 30 sənədir biz bəkləyirik. 30 sənə bizə verilən vədlər, deyilən sözlər həyatda reallaşmır, gerçekleşmir. Azərbaycan xalqı artıq buna dözə bilmir. Azərbaycan dövləti dözə bilmir. Bizə konkret, real tarih verilməlidir. Ne zaman onlar hangi bölgeden çıkacak? Şimdi 30 yıl dediğiniz zaman bugüne kadar birçok söz verildi. Bundan sonra verilecek söze nasıl güveneceksiniz? Zaten onun için ben söylüyorum ki sözden başka bize konkret tarih verilmelidir. Ve eğer o tarihte verilecek, bilmirəm verilecek, verilmeyecek. Verilecek tarihte erməni silahlı qüvvələri belli olan bölgelerden çıkmazsa o zaman biz de ateşkese riayet etmeyeceğiz. Çatışmalar daha büyük bir savaşa, bölgesel büyük bir krize yol açar mı? Kaygınız var mı? Bunu zaten Ermənistan istəyir ve onların çirkin əməlləri buna hesablanır. Biz hesab edirik ki buna yol vermək olmaz. Bu savaş Azərbaycanla Ermənistan arasında olan savaştır. Bu savaşı biz başlamamışıq. Biz bu savaşın səbəbkarı deyilik. Biz sadece olarak özümüzü müdafiə edirik, savunuruq ve öz topraklarımızı geri isteyirik. Bizim Ermənistan topraklarında gözümüz yoktur. Ve zaten Temmuz ayında Ermənistan-Azərbaycan sınırında ermənilər tərəfindən başlanan çatışmalar nəticəsində Azərbaycan ordusu Ermənistan toprağına keçmədi. Halbuki oraya keçə bilərdik və onlara çox güclü zərbələr indirdik. Onlar da geri çəkildi və bizim qarşımızda hiçbir maniye, hiçbir engel yok idi. Biz yapmadık onu. Çünkü ben söyledim ki bizim Ermənistan Cumhuriyetinin topraklarında herhangi bir hərbi hedefimiz yoktur. Ermənistan ise bugün Azərbaycana Ermənistan ərazisindən saldırır. Bak dün Gəncəyə vurulan zərbələr Ermənistan ərazisindən vuruldu. Mingəçevirə vurulan zərbələr bizim büyük santralımız var orada. Santralın yanına düştü. Doğrudur bunların mermileri elə mermilerdi ki o mühimmat siz deyirsiniz mermilere ki onların bəziləri patlamadı. Bəzilərini ise bizim hava hücumuna karşı qurğularımız məhv etdi, imha etdi havada. Onlar bizi bu provokasyona çəkirlər ki biz de Ermənistana saldıraq, biz de Ermənistana zərbələr indirək. Ondan sonra da bütün dünyaya çıkıp desinler ki Azərbaycan bize saldırır, gelin Ermənistan'ı xilas edin. Yani Ermənistan cardını kurtarın. Ermenistan'ın uluslararası hukukta çerçevelenmiş sınırlarından bu saldırılar devam ederse, süre gelirse
yine bugünkü tavrınızı koruyacak mısınız yoksa? Bunu demeye henüz erken. Biz çatışmaların gedişatına bakacağız. Herhalde bize vurulan her bir zərbənin mənbəyi bizim üçün qanuni hədəfdir, legitim hədəfdir və biz bu hədəfləri vurmağa məcbur olacağıq. Və bugün Azərbaycan ordusu yalnız hərbi hədəfləri vurur və bu video görüntülər də artıq hər kəs üçün aydındır, hər kəs bunu görə bilir. Biz yalnız Ermənistan işğalçı ordusuna qarşı savaşırıq. Sivil əhaliyə qarşı heç vaxt savaş etməmişik, bugün də etmirik və etməyəcəyik. Qaşaltı Karakoyun'u da gördüm. İkisi çocuk, 5 Azerbaycan vatandaşı katledildi. Evet. Azerbaycan ordusunun 27 Eylül Ermeni saldırılarına karşılık vermesiyle başlayan harekatın nihai hedefi artık belli. Dağlık Karabağ'ın kesinlikle Ermenistan işgalinden azat edilmesi, temizlenmesi, bırakılması. Siz ilk günden itibaren bundan böyle silahlar ancak koşulsuz olarak Ermenistan'ın işgali altındaki Azerbaycan topraklarından çekilmesiyle olacak dediniz. Hala aynı noktadasınız, öyle mi anlıyorum? Evet, benim mövqeyimdə herhangi bir dəyişiklik yoxdur. Biz bu məsələni tarixi ədalət əsasında çözməliyik. Tarixi ədalət onu deyir ki, Qarabağ qədim Azərbaycan toprağıdır və bütün tarixi sənədlərdə, bütün tarixi abidələrimiz bunu göstərir. Və eyni zamanda biz hər zaman müzakirə masasında çox olumlu tavır göstərmişdik. Və müzakirə masasında olan təkliflər də bu məsələnin çözülməsini mümkün edir. Orada göstərilir ki, qədəməli çözüm olmalıdır. İlk aşamada 5 bölgədən ermənilər çıxır, sonraki aşamada daha 2 bölgədən çıxır, ondan sonra Dağlı Qarabağın ərazisindən vaxtilə qovulmuş Azərbaycanlılar Dağlı Qarabağa qayıdır, o cümlədən Şuşaya qayıdır. İki toplum çərçivəsində artıq həyat bərpa edilir. Ermənistan-Azərbaycan arasındakı sınır açılır, ticarət başlanır. Ondan sonra insanlar bir-biri ilə təmasa girirlər və beləliklə barış gələcək. Yəni bu bizim mövqeyimizdir və bu uluslararası vasitəçilərin, eş başkanların da tavrıdır. Ermənistan bunu qəbul etmiyor və ondan da əlavə Ermənistanın Savunma Bakanı birkaç ay öncə demiştir ki, biz yeni müharibəyə başlamalıyıq, yeni topraklar uğrunda. Kısa adı AGİT olan Avrupa Güvenlik ve İşbirliği Teşkilatı Minsk grubu eş başkanı 3 ülke var. Amerika Birleşik Devletleri, Rusya ve Fransa. Size ateşkes çağrısı yaptılar. Cevabınız değişti mi? Koşulunuz yerine getirilmediği takdirde, yani işgal altındaki topraklardan çekilmedikleri sürece herhangi bir ateşkes ihtimali var mı? Bizim mövqeyimizdə herhangi bir dəyişiklik yoxdur. Mən sizə bunu bir də bugün anlattım. Hətta biz ona da hazırıq ki, əgər bizə erməni silahlı qüvvələrinin topraklarımızdan çıxarılması tarixləri verilərsə, o zaman ateşkəs üzərində çalışmaq olar. Fəqət onu da bilməliyik ki, ateşkəsi sağlamaq o qədər də kolay məsələ deyil. Çünki ateşkəs bir tərəfli sağlanmır və şu anda çox ciddi, şiddətli çatışmalar gedir. Hər iki tərəf yerlərdə olan əskər və zabitlərə təlimat verməlidir. Biri buna əməl edəcək, o biri əməl etməyə bilər. Yəni o çox zor bir süreçtir. Ancaq əgər o çıxma tarixi bizə verilərsə, təbii ki, biz bu təlimatı verəcəyik. O zaman Minsk qrupu eş başkanları və digər ölkələr, mümkün olan ölkələr buna qoşularsa, ateşkəs bərpa edilə bilər və beləliklə bu çatışmalara son qoyula bilər. Mümkün olan ülkeler derken? Türkiyə. Türkiyə güclü bir dövlətdir. Dünya çapında büyük potansiyala malik olan bir ülkedir. Bizim qonşumuzdur. Ermənistanın qonşusudur. Güney Kafkazın qonşusudur.
Ona göre tabii ki Türkiye bu işlerde fəal olmalıdır. Və mən fürsətdən istifadə edərək bütün bizim Türk qardaşlarımıza öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istəyirəm. Başda əziz qardaşım Sayın Cumhurbaşkanı Rəcəb Tayyip Erdoğan olmaq şərti ilə Türkiyənin birinci saatlardan bizə göstərdiyi dəstək xüsusi önəmə malikdir. Bu təkcə öz qardaşlarına verilən dəstək deyil. Halbuki biz, bütün Azərbaycan xalqı buna görə dərin təşəkkür hissi ilə yaşayır. Eyni zamanda bu çatışmanın daha böyük müstəviyə çıxmaması üçün Türkiyənin net tavrı çox önəmli. Çünki Türkiyə dedi ki, biz Azərbaycanın yanındayıq, sona qədər Azərbaycanın yanındayıq. Hər koşulda. Azərbaycan haqq yolundadır, haqq ədalət Azərbaycan tərəfindədir və bir çox başqa aktörlara da bir uyarı oldu. Ona görə mütləqa indi bundan sonraki barış sürəcində Türkiyə olmalıdır. Təbii ki, barış sürəci başlanacaq. Müharibə daim aparıla bilməz və nə qədər çabuk olsa o qədər də iyidir. Ona görə bizim fikrimiz bundan ibarətdir və beləliklə artıq bu bölgədə uzun vadeli, dayanıqlı barış sağlana bilər. Sayın Cumhurbaşkanı, Minsk grubu eş başkanları dediğiniz zaman Fransa'yı ayrı bir yere koyuyorsunuz. Fransa kendisini ayrı yere koyur. Ben koymuram. Bütün süreç içerisinde biz eş başkanlarına aynı gözle bakmışıq. Ve ben defalarca benim resmi çıxışlarımda demiştim ki, her bir ülke ile Azərbaycanın ayrı ilişkileri var. Tabii ki bu ilişkilerin seviyesi farklıdır. Ama aynı zamanda bu konuda biz bu ölkələri bir-birindən ayırmırıq. Və bu ölkələr deməliyəm ki, bütün süreç içərisində son olaylara qədər vahid bir mövqedən çıxış edirdi. Bir tərəf idi, yəni tərəf tutmurdu. Halbuki biz bilirdik ki, bəlkə də bunların ürəyində tərəf tutma var. Bu da təbiidir. Amma rəsmi addımlarda və bizimlə təmaslarda heç zaman bunu göstermediler. Fransa Cumhurbaşkanı Macron'u özre davet ettiniz. Evet tabii çünkü bize itham irəli sürdü. Bize olmayan şeyleri üstümüze attı. Bu bizim ülkemiz için kabul edilmezdi. Ne gibi? Ki Azərbaycan Türkiye ile birlikte bölgeye teröristleri getirip bunun o açıklamasında bu var. Ondan sonra bir açıklamasında demiştir ki Azərbaycan Dağlı Qarabağı fəth etmək istəyir. Biz de buna izin vermeyiz. Dağlı Qarabağ bizim toprağımızdır. Bir dövlət öz topraklarını fəth edə bilər mi? Yani eş başkanı bilmir mi ki bu topraklarda qanunsuz olarak ermənilər oturup bizim bütün tarihi abidələrimizi yerlə bir ettiler. Camilərimizi, qəbirlərimizi, evlərimizi. Ağdamın görüntülerine bakın, Füzuli görüntülerine bakın. Bizim yarı dağılmış camilerimizde donuz inek saxlayır. Bütün Müslümanları təhqir edir. Görmürlər mi bunu? Ona göre Azərbaycan Dağlı Qarabağı fəth etmək istəyir ve biz buna izin vermərik sözləri kabul edilmezdir. Ona göre Fransa kendi kendini artık bu üçlük, beraber üçlüğün dışına koyur ve biz buna sessiz kalamayız. Birleşmiş Milletler Güvenlik Konseyi'nin bu konuda kararları var tarihi kendisi olarak. Kendisi oy vermiştir. Evet. Kendisi 93. yılda oy vermişti. Yani öz oyuna hürmet etsin. Birkaç sorum daha olacak. İzninizle gerek cephe hattına uzanan karayolları üzerinde gerek şehir ve köylere baktığımızda ki dolaştık. Başkent Bakü'de dün akşam tanıklık ettik. Azerbaycan bayrağının yanında Türkiye'nin bayrağı dalgalanıyor. Evlerde, iş yerlerinde, arabalarda, her yerde. Türkiye'de de benzer bir tablo var. Belki haberlerde işittiniz. Türkiye'nin dört bir yanında dün kardeş Azerbaycan'a Cebrail'deki zaferden sonra sokaklara dökülüp büyük destek gösterileri vardı. Doğrudur. Biz gurur duyuruq. Bu təbiidir. Bizim qardaşlığımız əbədidir və bizim qardaşlığımız bütün sınaqlardan keçibdir. Və bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasındakı ilişkilər dünya ölkələri üçün örnək olmalıdır və
Mən dəfələrcə bu konuyla ilgili öz sözlərimi demişdim və əziz qardaşım Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyip Ərdoğanla düzenlenen birgə basın toplantılarında dəfələrcə demiştim ki, bugün dünya çapında Türkiye ve Azerbaycan kadar birbirine yakın olan ikinci ülke yoktur. Ve bu sadece olarak söz değildi. Bu ürəkdən gelen duygulardı. Bizim birliğimiz bizim tariximizə əsaslanır. Ortak etnik köklere, dilimize, dinimize, qardaşlığımıza əsaslanır və bizim əziz qardaşım Tayyip bəylə tarihi xidmətimiz odur ki, bu çox güclü bir temel üzerinde biz muasir Türkiye-Azerbaycan birliğini yarattık. Türkiye bayrakları zaten Azerbaycan'da her yerde var. Azerbaycan bayrakları da Türkiye'de. Biz birbirimizi birbirimizden ayırmırıq, birliktəyik. Bu hadiseler bir de onu gösterdi ki, bizi en çok destekleyen, birinci destekleyen Türkiye olmuştur. Bir mənalı şekilde, net şekilde ve Türkiye Cumhurbaşkanı'nın çok cesaretli ve net açıklamaları birçok ülkelere uyarı oldu. Kenarda durun, karışmayın, Azerbaycan yalnız değil, Türkiye yanındadır ve Azerbaycan da her zaman Türkiye'nin yanındadır. Bütün konularda, bütün kürsülerden biz birbirimizi destekleyirik ve bizim birliğimiz ebedi olmalıdır. Pakistan'ı da bu arada hatırlatmak isterim. Onların da bayraklarını görüyorum her bir yerde. Rusya nerede duruyor sizce? Çünkü özel bir öneme sahip Rusya. Ben fürsətten istifade ederek diğer bizim dost, kardeş ülkelere de teşekkürümü bildirmek istedim. Türkiye'den sonra ikinci bize destek veren ülke Pakistan oldu. Ondan sonra Afganistan oldu. Ondan sonra daha birkaç ülke bize öz desteğini gösterdi. Onların her birine, o ülkelerin başkanlarına teşekkürümü bildiririm. Bu çetin dönemde tabii ki onların dayanışması, desteği bizim için çok önemlidir ve bize manevi güç verir. Rusya bizim komşumuzdur. Rusya ile ilişkilerimiz uğurla inkişaf edir ve bugün birçok alanlarda Rusya ile Azerbaycan arasındaki ilişkiler çok yüksek seviyededir. Ve her iki ülke bu ilişkilere strateji, tərəfdaşlıq, yani strateji partnerlik ilişkiler kimi yaklaşır ve zaten bu birgə imzalanmış müqavilelerde de öz təsdiqini tapır. Bu meseleyle bağlı Rusya çok məsuliyyətli ve böyük ülke kimi tavır gösterir. Rusya'dan olumlu mesajlar gelir ve herhangi bir tarafının tutmak söz konusu değil. Halbuki Ermənistan buna çok ümid edirdi ve Ermənistan'ın bu çatışmanı bölgenin dışına çıkarmak amacı da zaten Rusya'nı bura celb etmektir. Neden Ermənistan Azerbaycan'a şu anda Ermənistan ərazisindən saldırır? Məhz ona göre ki biz de saldıraq, o da Rusya ile başka ülkelerle birgə iştirak ettiği kollektif güvenlik təşkilatı müqaviləsinin baş katibliyine başvursun ve desin ki Azerbaycan bize saldırır, gelin bize yardım edin. Zaten Temmuz ayında, neden onlar Temmuz ayında bu provokasyonu Ermənistan-Azerbaycan sınırında yaptılar? O Qarabağ bölgesinden uzak mesafede yerleşir. Orada hangi onların hedefleri var idi? Bir hedef ki biz saldıraq, biz devlet sınırını keçək ve mən dedim belə bir bizde fırsat var idi ve ondan sonra başvursun o təşkilata ki gelin bizimle beraber Azerbaycan'a karşı vuruşun. Yani Rusya'nı bu işlere celb etmek istəyir ve bu növbəti provokasyondur ve ben eminim ki buna müvəffəq olmayacaq. Temmuz ayında Tovruz'a saldırarak peki başka bir şey daha amaçlamış olabilir mi? Örneğin hedefte enerji güvenliğini zaafa uğratmak olabilir mi? TANAP, Bakü, Tiflis, Ceyhan hatları geliyor aklıma. Evet, tabii o da olabilirdi. Birkaç hedefleri var idi. Çünkü ondan önceki dönemde beyan etmişler ki
əgər Dağlıq Qarabağ ətrafında çatışmalar olarsa, onlar bizim strateji altyapı projelərimizi vurmağa hazırdılar. Səngəçəl, petrol qaz terminalı və boru xətti. Ona görə Tovuz bölgəsində saldırının bir məqsədi də o idi ki, onlar test edirdilər ki, nərəyə qədər girə bilərlər. Çünki orada onların əsas amacı dövlət sınırını keçmək, Azərbaycan torpaqlarını işğal etmək və həmən o Tanap boru xəttinə yaxınlaşmaqdır. Yaxud da ki, onu kontrolə almaqdır. Ancaq bu alınmayınca geri çəkildilər, imdad dilədilər bütün deməli vasitəçilərdən və mən də söylədim ki, bizim hədəfimiz yoxdur Ermənistan torpaqlarında. Ona görə 4 gündən sonra o dayandı. Başqa bir səbəb ola bilər və mən bu konuyla ilgili öz fikirlərimi bildirmişdim. Ermənistanda şu anda çox dərin bir kriz yaşanır. Həm siyasi, həm iqtisadi və bu kriz nəticəsində Ermənistanda siyasi ilişkilər pozulub. Çünki şimdi Paşinyan hakimiyyəti əsas müxalif liderlərini həbsə atıyor. Məsəl üçün, əsas müxalifət partisinin başkanını millət vəkili deməli toxunulmazlığından məhrum etdi, həbsə atdı. 2 əski cumhurbaşkanına qarşı cinayət işi açıldı. Söz azadlığı yox, sərbəst toplaşma azadlığı yox. Anayasa məhkəməsini zor gücü ilə məhv etdi, kəndi adamlarını gətirdi. Ona görə Ermənistanın içində artıq çox ciddi bir rahatsızlıq var. Və Paşinyan o ictimai fikri, yəni kamuoyu yayındırmaq üçün bu saldırı yapıyor. Rusiyanı cəlb etmək, strateji infrastrukturumuzu məhv etmək, daxildəki vəziyyəti sabitləşdirmək və Azərbaycan torpaqlarının bir qismini işğal etmək və ondan sonra müzakirələrdə öz pozisyonunu gücləndirmək. Son iki sorum Sayın Cumhurbaşkanı izninizle. Şimdi bu tür çatışma, savaş ve krizlerin olduğu bölgelerde kara propaganda da devreye girer. Ermenistan sınırlarının başladığı günden itibaren, Ermenistan saldırılarının başladığı günden itibaren bu konuda ne tür tespitleriniz oldu kara propaganda konusunda? Değerlendirmenizi rica edebilir miyim? Bilirsiniz, Azərbaycana qarşı kara propaganda bir dəqiqə, bir saniyə durmur. Və bunun birkaç səbəbi var. Birincisi, bizə qarşı erməni lobbisi daima hərəkətdə. Azərbaycanı qaralamaq, bizim üstümüzə ləkə atmaq, bizim imijimizi batırmaq çabaları dayanmır. Dünyanın bir çox ölkələrində erməni lobbiləri var, bu heç kəs üçün sir deyil və müntəzəm olaraq, mütəmadi qaydada bizə saldırırlar. Olmazın yalanları, iftiraları uydururlar. Və bu çatışma dönəmində təbii ki, erməni lobbisi bütün gücünü səfərbər edib və bizə qarşı yeni kara propaganda çabalarını ortaya qoyubdur. Ancaq bizə yapışmır. Mən demişəm, dəlil verin, sübut verin, fakt verin. O cümlədən Fransa Cumhurbaşkanı ilə o məni 2 dəfə telefonla aramışdı. Dedim ki, fakt verin. 27 Eylül'dən artıq 8 gün keçir. Ne diyor Macron? Heç nə demiyor. Deyir ki, bizdə istihbarat məlumatı var. Dedim, verin bizə. Nərdədir bu istihbarat məlumatı? Yoxdur bu. Ola da bilməz. Sizin istihbaratınız ne? Yok. Ermenistan'la ilgili? Hangi konuda? Elinizdeki istihbarat, Ermenistan'daki yabancı güçlerden söz ediliyor. Bizdə Lübnan'dan, təbii ki, belə Suriye'den gelen. Bizdə belə məlumatlar var və bu məlumatlar əsaslıdır. Artıq onlar dəqiqləşdirilir və biz çox məsuliyyətli dövlət olduğumuz üçün rəsmi bəyanatlarda buna toxunmuruq. Bu təbii ki, mediada, ondan sonra siyasətçilər, politologlar arasında belə məlumatlar dolaşır. Amma biz bunu gərək təsdiqləyək. Bizdə əvvəldən istihbarat var idi ki, Dağlıq Qarabağda teröristlər gətirilir, yetişdirilir, eğitim alır. Hangi terörist grupları? PKK terörist grupları. Bu konuda çoxlu məlumatlar var idi. Yəni, birkaç sənə bundan öncə biz bu məsələni uluslararası platformalarda qaldırırdıq.
ki onlar eğitim alır, təlim alır və istisna edilmir ki, bugün də var. Sadəcə olaraq mənim əlimdə %100 fakt olandan sonra bunu deyəcəm. Bugün ihtimal çox böyük, amma Ermənistandan və bəzi başqa ölkələrdən fərqli olaraq biz 100% təsdiqini tapmamış məlumatı ortaya atmırıq. Bir misalı da gətirə bilərəm. Bizə qarşı iddia qaldırdı ki, Türkiyənin F-16 uçağı Ermənistanın Su-25 uçağını vurdu. Dedim ki, sübut verin. Var bizdə məlumat. Bütün deməli bu kara propaganda üyeleri bunu ortaya attılar. Şimdi kendileri gördüler ki bu yoktur. Ama bir adam bizden özür diledi. Hayır. Bize çamur attılar, leke vurdular. Ondan sonra gördüler ki bu yalandır ama özür dile. Evet. Silahlı insansız hava araçlarının Azerbaycan ordusu envanterine katılması bu harekatın seyrini, kaderini çok etkiledi yanılmıyorsam. Doğrudur. Doğrudur. Bunun çok büyük etkisi var. Maşallah bu silahlı hava araçları dünyanın en üst düzeyinde olan araçlardır ve onların Azerbaycan ordusunda olması bizim ordumuzu böyle derecede güçlendirmiştir. Bize büyük imkanlar sağladı ve aynı zamanda can kaybının çok da büyük olmamasına da getirip çıkardı. Çünkü eğer bu imkanlar bize olmasaydı orada Ermenistan'ın Dağlı Qarabağ ve işgal edilmiş topraklarında 30 yıl ərzində qurduğu istehkamlar, tanklar, toplar, ondan sonra yayılım ateş qurğularını məhv etmək daha zor ola bilərdi. Daha çox insan həlak ola bilərdi. Ona görə bu mükəmməl texnoloji, intellektual məhsul Türkiye halkının potansiyelini göstərir. Və biz o ölkə ki Türkiye kimi bizim müttəfiqimiz var. Biz çok mutlu ülkeyiz ki bizim Türkiye gibi müttefikimiz var, kardeşimiz var. Ve elbette ki Türkiye'nin bize gösterdiği manevi destek, yani moral destek, aynı zamanda Türkiye savunma sanayisinin ürünlerinin bizde olması bizi güçlendirir ve bunu bütün dünya görür. Bugün Türkiye ordusu NATO'da ikinci ordudur. Hiç kim Türk ordusunun qabağında durabilmez. Bunu herkes gördü, herkes anladı. Biz de Türkiye ordusunun daha küçük modelini kururuz. Ve inşallah kuracağız beraber ve bizim de karşımızda bölgede hiç kim durabilmez. Bizim ve Türkiye'nin işi hak işidir. Biz özümüzü savunuruz. Kendi vətəndaşlarımızı savunuruz. Kendi toprak bütünlüğümüzü sağlamak isteyirik. Bizim başka ülkenin toprağında gözümüz yoktur. Ama bize mənsub olanı bize qalmalıdır. 30 sene Ermənilər bizim qədim toprağımızı istismar edirlər. İnsanlara izin vermirlər ki dönsünlər o topraklara. Uluslararası vasitəçilər biganə qalır, məhəl qoymur. Belə olan halda Azərbaycan kendi başına bunu yapacak. Gence'ye saldırıda bir Ermeni vatandaşınızın da yaralandığı bilgisini paylaşın. Bu arada cephede gece ve gündüz bulunma imkanımız oldu. Komutanlar sizin onları telefonla aradığınızı, yani telefonla zengilediğinizi bize anlattılar, söylediler. Tabii ki bu Ermənistanın terörist ülke olmasını bir de gösterir. Yani bu Cenevre anlaşmasına taban zidd olan bir hareket. Yani sivilleri vurmak, sivil şehri vurmak kabul edilmezdir. Gəncə şəhəri döyüş bölgesi değil. Gəncə şəhərin içinde herhangi bir top, tank yoktur. Neden vurursan? Neden bunu vurursan? Yani nifrete göre. Azerbaycan'a, Türkiye karşı nifret onların qanındadır. Ve əfsuslar olsun ki Ermənistanın genç nesili de bu nifret esasında eğitim alır. Ancak bu bizi yolumuzdan döndürebilmez. Bilirsiniz, Tərtər şəhərini demək olar ki dağıdıblar. Tərtər şəhərində olan bizim vətəndaşlar kişi kimi mərd durublar. Deyiblər ki öldü var, döndü yoktu. Toprağımızdan heç yerə getməyəcək. Ne kadar mermi düşüyor?
Gün var idi ki 2000 mühimmat təkcə Terter şəhərinə düşdü. O da ufak bir şəhərdir, böyük şəhər deyil. O ki qaldı mənim komutanlara telefonla zəng etməyim, təbii ki, onlar yerində tarixi ədaləti bərpa edirlər. Onlar kəndi həyatını risk altına qoyurlar. Onlar qəhrəmandılar və onlar torpaqlarımızı xilas edirlər, azad edirlər, qaytarırlar. Madagizin işğaldan azad edilməsi çox böyük strateji önəm daşıyır. Qəsəbə o qədər də böyük olmasa da, bunun strateji önəmi çox böyükdür. Və oranı götürmək çox zor bir işdir. Yəni bunu hər bir hərbiçi deyər. İnanılmaz zor bir işdir. Amma o götürüldü. Madagizdə şimdi Azərbaycan bayrağı qaldırıldı və həmən gün o qəsəbəyə onun tarixi adı qaytarıldı. Su qovuşan. Bu bizim tarixi adımızdır. Cəbrayıl şəhərini götürmək böyük qəhrəmanlıq tələb edir. Çünki bir də demək istəyirəm ki, bu 30 sənə ərzində, bu atəşkəs rejimi dönəmində orada birkaç xətt istehkam quruldu. Özü də çox möhkəm. Bir də ki, o bölgənin mənzərəsi, yəni relyefi də belədir ki, o təbii istehkamdır. Yəni Dağlı Qarabağ dağlarla yerləşir. Yəni biz aşağıdan yuxarı gedirik. Nə qədər zor olduğunu hər kəs anlayar. Ona görə Azərbaycan əskəri, Azərbaycan zabiti, generalı şücaət, rəşadət, cəsarət göstərir. Canı qanı baxasına torpaq bütövlüyümüzü təmin edir. İnşallah sona qədər irəliyə gedəcəyik. Karabağ yeniden Azerbaycan'a dahil olduğunda işgal edilen topraklar, orada yaşayan Ermenilere ne söyleyeceksiniz? Ben artık öz sözümü dedim. Ben birkaç gün bundan önce bizim yaralı əskerlerimizin yanına gittim. Hərbi hospitalda, hərbi xəstəxanada onlarla görüştüm. Onlara təşəkkürümü bildirdim və eyni zamanda onlarla görüş əsnasında Erməni xalqına müraciət etdim. Və anlayırdım ki, onların yanında bunu demək o qədər də kolay deyil. Çünki onlar ermənilər tərəfindən vuruldu. Amma dedim ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Erməni xalqı kəndi hökumətini sorumlu etməlidir. Kəndi hökumətinin yaratmaz, çirkin siyasətin nəticəsində bu çatışmalar baş verdi. Və bizim mövqeyimiz yerindədir. Torpaqlar azad olunandan sonra, işğala son qoyulandan sonra Dağlı Qarabağda yaşayan ermənilər və ora qayıdacaq Azərbaycanlılar bir yerdə yaşayacaq. İki toplum çərçivəsində, bir ölkə ərazisində və bugün Azərbaycanda minlərlə erməni var. Və siz də qeyd etdiyiniz kimi Gəncədə erməni saldırısının nəticəsində yaralanmış insanlardan biri də millətçi ermənidir. Burada ermənilər yaşayır, onlara söz deyən yoxdur, onlar bizim vətəndaşımızdır. Bizim erməni xalqı ilə heç bir sorunumuz yoxdur. Erməni xalqı kəndi hakimiyyətinin rehinidir. Və maalesef bu Paşinyan hakimiyyəti iqtidara gələndə çox vədlər verdi və biz də ümid edirdik ki, artıq o əski kriminal rejim tarixə atıldı. Amma bunun yerinə yeni rejim gəldi. Və bu rejim ki, artıq öz xalqını bəlaya soxdu. O rejim ki, indi bizim sivillərimizi, əskərlərimizi öldürür. Mən tam əminəm ki, Erməni və Azərbaycan xalqları barışacaq. Bugün bir çox ölkələrdə ermənilər və Azərbaycanlılar bir yerdə yaşayırlar. Gürcüstanda, orada 300 minə yaxın Azərbaycanlı var, 200 minə yaxın erməni var. Bəzən onlar bir köydə yaşayırlar. Onların arasında problem yox. Türkiye'də də zaten, Rusiyada, orada Rusiya vətəndaşı olan Azərbaycanlıların sayı 700 binə yaxındır. Bir yerdə yaşayırlar, heç bir problem yox. Nədən burada yaşamasınlar? Zaten yaşamışıq bir yerdə. Mənim xatirimdədir, 81-ci sənədə idi, ya da 82-ci sənədə mərhum babamla birlikdə Dağlı Qarabağa getmişdik. Bizim böyük şairimiz Vaqifin məqbərəsi açılırdı. Və bu məqbərənin açılışında orada erməni, Azərbaycan şairləri şeirlər deyirlər. Azərbaycan dilində, erməni dilində. O bir dostluq bayramı idi.
Yani o benim şahit olduğum mənzərədir. Bizim Bakı şəhərində ermənilər yaşayırdı. Yani bizim heç bir problemimiz yok idi. Və biz istəyirik ki, yenə də birlikdə yaşayaq. Yenə də yaxşı qonşular kimi Ermənistanla yaşayaq və Dağlı Qarabağda yaşayan ermənilər bizim vətəndaşımızdır. Biz onları belə tanıyırıq və ümid edirəm ki, bu işğalçı siyasətə son qoyulandan sonra bizim xalqlarımız barışacaq. Merhum babanızın size Dağlık Karabağ'la ilgili vasiyeti oldu mu? Neydi acaba? Babamın yolu mənim üçün bir işıq yoludur. Onun siyasətini davam etdirmək mənim bir onun oğlu kimi və Cumhurbaşkanı kimi borcumdur. Mən ilk dəfə Cumhurbaşkanı seçiləndə and içmə mərasimində, yəni emin mərasimində dedim ki, Heydər Əliyev yolu ilə gedəcəm, bu yoldan dönməyəcəm və bu yolun Azərbaycan üçün tək yol olduğunu demişdim. Və bütün sahələrdə, istər dış politika sahəsində, istər ekonomi, sosial, o cümlədən Dağlı Qarabağ məsələsində bu yola sadiqəm. Çünki ona da baskılar olmuşdur. Onun döneminde de baskılar olmuştu ki Dağlı Qarabağda bağımsızlıq verin. Dağlı Qarabağ sizdən ayrıldı, sizdən qopdu. O baskılara tab gətirdi, dözdü və Azərbaycan xalqının maraqlarına zidd olan, aykırı olan heç bir sənədə qol qoymadı. Çünki o xalqımızın lideri idi. Qarabağ məsələsində mənim də mövqeyimdə heç vaxt tərəddüd olmamışdır. Mən nəyi demişəm 17 sənə bundan öncə, bugün də deyirəm. Dağlı Qarabağ bizim toprağımızdır. Azərbaycan torpaq bütövlüyü təmin edilməlidir. Mən heç zaman imkan verməyəcəm ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın və bütün imkanlardan istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəm. Və biz buna yaxınlaşırıq. Tek milletin, iki devletinden Azerbaycan'ın Cumhurbaşkanı Sayın İlham Aliyev'e çok çok teşekkür ediyorum. Bizi ağırladınız. Böylesine bir ortamda, çatışma ortamında bir başkomutan olarak sağ olunuz. Mən təşəkkür edirəm və sizə təşəkkür edirəm və şadam ki, bizim söhbətimizin sonunda babamın çox məşhur kələmini siz yada saldınız. Heydər Əliyevin sözləridir ki, bütün bizim indi Türkiye, Azərbaycan üçün bir işıq yoludur. Bir millət, iki devlet. Türkiye, Azərbaycan, tek millet, iki devlet. Çok çok teşekkür ederim. Sağ olun. Sağ olun. Teşekkürler.